Salam aleykum YouTube kanalımız izləyiciləri. Bugün sizə 2 mərtəbəli, paket kupçalı, yolla 50 metr aralı, 5 otaqlı, tam təmirli həyət evini göstərirəm dostlar. Evin birinci mərtəbəsi beton monolit, 1 ilə 2-ci mərtəbənin arası da beton monolitdir. Evimizin arxasına keçmək üçün evin sol tərəfindən yer saxlanılıb. Həyətində də jalüzlü darvazası var, pultdan açılıb bağlanan, qapısı da addenlidir dostlar. Pəncərələr şəbəkədir, panoramadır. Evin də tikilişində bahalı materiallardan istifadə olunub. Ya Allah, keçək evin içində göstərim sizə. Buyurun, bura evin koridorudur. Bura evin zalıdır. Baxın, bura evin zalıdır. Bura evin mətbəxidir. Böyük bir mətbəxi var. Mətbəxdə də mərmər qranitli yer, otaqlar laminatdır, amma birinci mərtəbə isti poldur opşi. Ayaq yolu evin sağ tərəfində gizlədilmiş formasında buradadır. Yəni belə olmağı yaxşıdır da. Koridoru buradan da göstəreyim. 1 ilə 2-ci mərtəbənin arası beton monolitdir dostlar. Burada dostlar 2-ci mərtəbənin koridorudur, geniş koridoru var. Baxın, göstərim sizə buranı. 2-ci mərtəbənin koridoru belədir. Burada hamam tualetdir. Evin 2 dənə balkonu var. Bir balkonla buradan keçirik, bir balkonla da otağın içindən. Burada da bir yataq otağıdır. Buradan da yəni dediyim kimi balkona keçmək olur. Ətrafı da görürsünüz, ətrafda yaşayış yerlərdir. Evdə dostlar su, işıq, qaz daimidir, kəsilmək söhbəti yoxdur. Çox gözəl evdir, çox qəşəng evdir dostlar. Almağa dəyər. Burada da bir yataq otağıdır. Buranı istəsəz 2-ci mərtəbənin zalı da eləyə bilərsiniz, çünki çox böyükdür. Həm də ki, şəbəkədir. 2-ci mərtəbənin pəncərələri də panoramadır. Baxın, o belə bir böyük, geniş yataq otağıdır. Gəlirik bura. Burada da bir yataq otağıdır. Gördüyünüz kimi. Dostlar, evin bütün yataq otaqları demək olar ki, böyükdür. Baxın, burada da belə yataq otağıdır, yer laminatdır. Amma 2-ci mərtəbə düzdür, beton monolitdir. Amma radiator sistemidir, radiatorlar quraşdırmaq lazımdır. Bax belə, dostlar, buradan da balkonu da, yəni dedim, 2 dənə balkonu var. Dostlar, evimiz yerləşir Məhəmmədlidə, Məhəmmədlinin gözəl yerində. Suyu, işıq, qazı daimidir, yola çox yaxındır. Bir 50-60 metr arası var yolla. Bəlkə də daha yaxın. Qiyməti isə 170.000 manatdır dostlar. 170.000 manat. Nağd alıcıya da dostlar qiymətdə endirim olunacaq. Çox gözəl evdir, çox qəşəng evdir dostlar. Mətbəxi də belə, mətbəxin şüşələri də şəbəkədir, panoramadır. Belə tip evdir. Gözəl evdir. Əyallı evdir. Əkin əkmək üçün də sağda da yer saxlanılıb, evin qarşı tərəfində də yer saxlanılıb. Belə də əkinlərimiz var dostlar. Əlaqə saxlayarsınız inşallah.